Deməli, bu günlərim 7G sinifində Çiçək və Sadıq arasında yarış keçirilir. Yarış zamanı sinif daxilində olan şagirdlərin hər biri Çiçəyə və Sadıqa sual verəcəkdir. Görək kimin balı daha çox olacaq. Başlayırıq birinci qrup, birinci sıra Tamila. Birinci şey verirəm. Hündürlüyə vulkanın uzunluğu nə qədərdir? Hündürlüyü. 6723. Düzdür. Elbrus vulkanın hündürlüyü nə qədərdir? 5642. Düzdür. Davam edirik. Azərbaycanda neçədə Fatih vulkanı var? Çiçək sual sənindir. Azərbaycanda neçədə Fatih vulkanı? 140. Yox. 404. Sonra neçə tür vulkan var? Palçıq vulkanı, sönmüş vulkan, aktiv vulkanlar verirsən. Aktiv vulkan, sönmüş vulkan, yatmış vulkan. Aktif olan bizdə nə bilir? Sadığa verirəm. Yeri daxil 3 təbəqəsi var, hansılardır? Qatı verirsən. Yox, yerlisi təbəqəsi. Daxilində 3 qatı. Daxilini və Ege var. Singapur ölkəsində ilk onluğa girən havalimanı hansıdır? Singapur, Çanlı. Düzdür. Və CIS sözünün açılışı nədir? Çox sağ ol. Singapur ölkəsi neçə dərəcə şərq uzanlığında? 1 dərəcə şərq uzunluğu. Yox, 1 dərəcə. Şimal enliyi, 100 dərəcə şərq uzunluğu. Afərin. Ən yaxın vulkan nə var? Hemen deyim. Minus qoy. Hemen deyirəm yoxsa özün? Yox, ehtiyac yoxdur. Davam edirik. Singapurun əhalisi. Əhalisi. Sadıqa da bir. Sahəsi. Davam edin. Litosfer nədir? Litosfer nədir? Qitələrin kənar hissələrində və okeanlarda nə yaranır? Qitələrin kənar hissələrində və okeanlarda nə yaranır? Vulkanlar. Pana vulkanın hündürlüyü neçə metrdir? 4060. İslandiyada aktiv olan neçədən çox nəhəng qeyzer var? 28 gecə. Yəni de, İslandiyada aktiv olan neçədən çox nəhəng qeyzer var? 18. Xeyr, Sadiq, minus. 19. İkinci sıra. Alternativ enerji məsələləri. Alternativ enerji. Külək, günəş, bir də su. Doğrudur. 3 sıra verəcək. Vulkanların temperaturu neçə dərəcədir? 1200. Kraterində, bəli. Düzdür. Palçıq vulkanı soruşmadın ki, normal. Yaponiyada baş verən Tokyo zəlzələsinin nəticəsində tsunami yarandı. O neçənci ildə baş vermişdi? 2011-ci ildə. Plus qoy. İslandiya necə adlanır? Qeyzələr və vulkanlar. Yatmış və sönmüş vulkanın fərqi nədir? Yatmış vulkanlar illər sonra yanması təxmin edilir. Yenidən yanması təxmin edilir, amma sönmüş vulkanlar heç bir zaman aktiv olması təxmin edilir. Plus qoy. Norveçdə daşlı gəmilər üçün hansı naviqasiya sistemi işlədilir? Hansı naviqasiya sistemi işlədilir? Naviqasiya. sistemi. Afərin. Plus qoy. Coğrafi forması sisteminin elementlərini say. 5 element. Metodlar mütəxəssisə kontr olanlarını coğrafi üçün proqram Minus Sadiq. Azərbaycan neçə dövlətlə 5.
Düzdür. Asiya qitəsinin Sadiq hansı regionunda? Qafqaz regionu. Yelostan vulkanının magma ocağının dərinliyi neçə kilometr? Dərinliyi. Minus qoy. Davam elə. Vüsal Sadiqa ver sualı. Kobe şəhərində neçə bal gücündə? Şəhərdə 7.8 var. 7.3. Yox. Düz 7.3'dür, amma yaxşı. Plus qoy Sadiq. Azərbaycan sahəsi. 86 kilometr. Düz. Azərbaycan Bor kəməri. Sadiq boru kəməri. Boru kəməri. Kəməri bilmirəm. Üçüncü sırayla davam edirik. Buyur Aydan. Yer qabığının qalınlığı Orta qalınlığı nə qədərdir? Dağların altı. Orta qalınlığı nə qədərdir yer qabığının? Kontinent. Bəli, ümumi olaraq 30-40'dır, plus qoy. dağların altında onun qalınlığı Dağların altında yer qabığının qalınlığı nə qədərdir? Dağların altında. 60 kilometr. Məmən deyil. Denə. 70. Bəli. Düz qoyuyorum. Özü və düz qoyma, o minus qoyur. Hər öz sualına görə qiymətləndirilir. Buyurun. Hansı vulkan başqa nəzir deyilir? Psevdo vulkanlar yalan çıxıyor. Sadiqa da ver. Yatırıldığı Ulduz Dağı'nın altındakı şeyin altı vulkan üsyonu neçənci ildə? 2010-cu il aprelində. Zəlzələ ocağı Avazı adasının neçə kilometr dərinlikdədir? Özündə. Neçənci ildə zəlzələsindən sonra Azərbaycanda ilk dəfə Şamaxı seysmik stansiyası açılmışdır? 1902. Tamam, Sadiq minus. Şimali Amerika'da yerleşen Yellowstone dünyada ne hesap edilir? Şimali Amerika'da yerleşen Yellowstone dünyada ne hesap edilir? Süper vulkan. İndi Sadiqa. Dünyanın en büyük palçı vulkanlarından olan Torağay Azerbaycan'dadır. Bu harada yerleşir? Toraqay hardadır? Qafqazda. Xeyr. Qobustanda. Doğrudur. Azərbaycan rayonundakı ən məşhur termal su hansıdır? İsti su. Düzdür. Ermənistanla Azərbaycan arasında nə qədər məsafə var? Ermənistan və Azərbaycan arasında 1007 kilometr. Deməli uşaqlar, indi hər biriniz öz pluslarınızın sayını hesablayın. Neçədən oldu Sadiq? 13 dənə yaz oradan özündə. Qeyd elə öz yerində. Aha. Səndə neçədən oldu? 8. Tamam. Qalib olaraq çiçəyi qiymətləndiririk. Yarışımızın qalibi. Alqışlayaq.